Salam əziz tələbələr, informatikadan bu dərsimizlə də birinci fəsli yekunlaşdırırıq. Birinci fəsli yekunlaşdırmaq üçün bizə proqram lazım olacaq. Birinci proqramı tapaq. Proqramın yerini sizə göstərmiş olum həmçinin. Magistrola daxil olursunuz, oradan faydalı bölməsinə. Və aşağı tərəflərdə informatikanın qəbul proqramını tapa bilərsiniz. Birinci fəsil informatika və onun əsas anlayışlarını biz sizinlə öyrəndik artıq. Bir neçə dərs bundan əvvəl və dərslərimizdə yəqin ki, hamısını izləmişsiniz. İzləməmişsinizsə mütləq və mütləq izləməyiniz məsləhətdir. Biraz sonra saytımızda da artıq, yəni siz bu videoya baxan anda artıq saytımızda dərslərin ardıcıl formada yerləşdirilmiş versiyası olacaq və oradan da dərsləri izləyə bilərsiniz. Birinci nə öyrəndik? Öyrəndik informatika fundamental elm kimi. Yəni informatikanın fundamental elmlərdən biri olduğunu öyrəndik, əsas elmlərdən biri olduğunu öyrəndik. Və həmçinin öyrəndik ki, informatika öyrənir, yəni onun predmeti, araşdırdığı sahə informasiyadır və onun prosesləridir. Və əsas tərkib hissələrdə 3 əsas tərkib hissəsinin olduğunu qeyd etdik. Əgər xatırlayırsınızsa, birinci hardware, qurğular, yəni informasiya prosesində iştirak edən bütün qurğular, kompüter, printer, prosesor və s. bütün qurğular ümumiyyətlə, bərk hissə, cihaz hissə nə varsa hamısı hardware-yə daxildir. Sonra ikinci alqoritm təminatı, yəni bir ardıcıllıq əmrlər toplusu Brainwave'dan danışdıq. Sonra isə kompüterdə istifadə olunan bütün proqramlar, Windows, Word, Excel, PowerPoint, qrafik redaktorlar hamısı bir yerdə. Bütün proqramlar software hissəsini təşkil edir. 3 əsas tərkib hissədən sizinlə danışdıq. Yəqin ki, onları da xatırlayırsınız. Xatırlamırsınızsa dərslərimizə mütləq və mütləq baxmağınız məsləhətdir. İnformasiya anlayışı bildik ki, informasiya bir məlumatdır, bir xəbərdir, bir biliklər toplusudur. Tərif verilmir ilkin anlayışlardan biri olduğu üçün. Onun əsas xassələrindən sizlə danışdıq, ona yaxın xassə saydıq. Tamlıq, dəqiqlik, sonra aktuallıq, adekvatlıq və s. Bu xassələri də bir daha təkrar etməyiniz məsləhət. Yəni imtahanda daha çox xassələrdən suallar düşür. Yəni bura qədər o tipli suallara rast gəlinir. Sonra informasiyanın təqdim olunma forma və üsulları. Biz dedik ki, səs formasında hal-hazırda mən informasiyanı səs və görüntü formasında ötürürəm. Və yaxud yazı formasında informasiya ola bilər, şəkil formasında, vizual formada informasiya ola bilər. Bunlar informasiyanın təqdim olunma forma və üsullarıdır. İnformasiyanın növləri dedikdə biz iki növlə tanış olduq. Analog və rəqəmsal dedik. Analog adətən insanlar üçündür. İnsanlar, heyvanlar və s. Təbiətdə gördüyünüz informasiya növlərini demək olar ki, hamısı analog informasiyadır. Siqnallar formasında ötürülən bir informasiyanı analog informasiya hesab etmək olar. Ancaq kompüterdə dedik ki, istifadə olunur rəqəmsal informasiyadan. Yəni 0 və 1-lərlə kodlaşdırılmış informasiyadan istifadə olunur. Biz kompüterin yaddaşına nə yazırıqsa yazaq, kompüter onu tanıyır 0 və 1-lər toplusu kimi. Sonra informasiyanın əsas prosesləri, bunlar da vacib amillərdən biridir. Toplanması, saxlanması, emalı və ötürülməsi. Hal-hazırda siz informasiya toplayırsınız, mən onu sizə ötürürəm hal-hazırda. Siz onu toplayırsınız, sonra saxlayırsınız, sonra da emal edəcəksiniz, kəsəcəksiniz, doğrayacaqsınız, artıqları çıxarıb atacaqsınız və yaxud yeni olaraq kitablarda nələr soxub əlavə edəcəksiniz. Bu da emal prosesidir. Yəni informasiyanın 4 əsas prosesini də öyrənməyiniz və yadda saxlamağınız lazımdır. İnformasiyanın ölçü vahidlərindən danışdıqda biz burada ölçü vahidlərindən danışdıq. Bitdən, baytdan. Dedik ki, 1 bit, 1 0 və yaxud 1 1, yəni ikilik say sisteminin bir rəqəmi yaddaşda 1 bit yer tutur. Ancaq bit kiçik vahid olduğuna görə ən kiçik elementar minimal ölçü vahidi bitdir. İnformasiyanın əsas vahidi kimi baytdan istifadə olunur. 1 baytda 8 bitdir. Sonra bundan əlavə başqa informasiya ölçü vahidlərini öyrəndik sizinlə. Kilobayt, megabayt, gigabayt. Gündəlik həyatınızda yəqin ki, bu anlayışlardan istifadə edirsiniz, vahidlər sizə tanış gəlir. Simvolların kodlaşdırma sistemi, iki kodlaşdırma sistemi öyrəndik. ISGI və Unicode kodlaşdırma sistemi. Birincidə bir simvol yaddaşda 1 bayt yer tutur. İkincidə bir simvol yaddaşda 2 bayt yer tutur. Sonra say sistemləri öyrəndik ki, mövqeli və mövqesiz olur. Mövqesiz say sistemlərinə rom rəqəmlərini misal göstərmək olar. Mövqeli say sistemlərinə isə 10-luq, 2-lik, 8-lik, 16-lıq say sistemlərini misal göstərmək olar.
Həmçinin natural ədədlərin onluq say sistemindən digər say sistemlərinə keçidini öyrəndik. 2-yə keçəndə 2-yə bölə-bölə gedirik, 8-yə keçəndə 8-ə bölə-bölə gedirik, 16-ya keçəndə isə 16-ya bölə-bölə gedirik. Və həmçinin əksinə digər say sistemlərindən, yəni 2-likdən 8-likdən 16-ğa keçid qaydasında sizə öyrəndik. Qüvvətlərinə vururuq həmçinin. Və yaxud məsəl üçün 2-likdən 16-lığa keçid üçün nə edirik? Bunu da sizinlə qeyd elədik. 2-likdən 16-lığa birbaşa keçə bilmirik. Onun üçün 2-likdən əvvəlcə 10-luğa keçirik. Sonra isə 16-lığa keçid edirik. Bununla da birinci fəslimiz burada yekunlaşır. Bu dərslə birinci fəsli bitirdik. Ümumi yekunlaşdırdıq da yekununu da vurduq birinci fəslin. Növbəti informatika dərslərimizdə isə biz sizinlə ikinci dərsə başlayacağıq. İkinci dərsimiz informatikanın əsas anlayışlarından, əsas tərkib hissələrindən biri olan qurğular, hardware bölməsini öyrənəcəyik. Burada da elektron hesablama maşınları, kompüterlər, sonra onun hissələri, monitor, sistem bloku, yaddaş qurğuları və s. qurğular haqqında ümumiyyətlə bərk hissə haqqında növbəti fəsildə öyrənəcəyik sizinlə. Bugünlük bu qədər. Sağ olun, gələn dərslərə qədər.